Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi müsahibə mərhələsində hər bir fənnin məzmun xəttləri soruşulur. Yəni hər bir ixtisas müəllimi öz məzmun xəttini bilməlidir. Texnologiya öz məzmun xəttini, riyaziyyat öz məzmun xəttini, hər fənnin özünün məzmun xətti var. Hər fənnin özünün məxsus məzmun xəttlərinin sayı var. Bunları bilməlidir müəllimlər. İndi isə məndə ixtisas texnologiya olduğu üçün texnologiya fənninin məzmun xəttlərini deyirəm. 1. Emal texnologiyaları, 2. Texnika elementləri, 3. Məişət mədəniyyəti, 4. Qrafika. Burada bu cür də suallar verər ki, məsəl üçün texnologiya fənninin 4-cü məzmun xəttini deyin, deyə bilərik qrafika və yaxud 1-ci məzmun xətti emal texnologiyaları. Yəni bu sıralamanı düzgün şəkildə yadda saxlamalısınız. İndi isə baxaq görək bu məzmun xəttləri nə işə yarayır. Məsəl üçün soruşar ki, emal texnologiyaları məzmun xətti nədən bəhs eləyir? Deməli, bu məzmun xətti, emal texnologiyası məzmun xətti gündəlik həyatda, məişətdə, şagirdlərin materialların, enerjinin, informasiyanın dəyişdirilməsində iştirak etdikdə onlarda məsəl üçün zəruri olan bacarıqları formalaşdırır. Məsəl üçün nə isə dəyişirsə həyatda, məişətdə, yəni materialdır, enerjidir, informasiyadır. Bunu dəyişmək üçün hansı bacarıqlar lazımdırsa, hamısı emal texnologiyaları məzmun xəttində formalaşır. Yəni orada verilir. İndi baxaq görək ikinci məzmun xəttimizə. Deməli, burada texnika elementləridir. Bu nədir? Burada nə bacarıqlar formalaşır şagirdlərdə? Məsəl üçün, gündəlik həyatda qarşılaşdıqları, məsəl üçün, texnoloji maşınlardır, aparatlardır, aqreqatlardır, alətlərdir. Bunların növü ilə tanış olurlar texnika elementləri məzmun xəttində. Bu maşınların, aparatların, aqreqatların, alətlərin iş prinsipləri ilə tanış olurlar. Bunları öyrədir, yəni şagirdə. Üçüncü məzmun xəttimiz bizim məişət mədəniyyətidir. Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar nələrdir? Deməli, davranış qaydalarına riayət etmək öyrənir şagird bu məzmun xəttində. Büdcənin idarə olunmasında iştirak edir. Təhlükəsizlik və sanitariya qaydalarına riayət etməyi öyrənir. Sadə təmir işlərini yerinə yetirməyi öyrənir. Bitkilərə qulluq etmək vərdişləri şagirddə formalaşır və s. Yəni, məişət mədəniyyəti məzmun xətti buna xidmət edir. Yəni, bu bilik bacarıqların şagirdlərdə formalaşdırır, belə deyək. Dördüncü bizim məzmun xəttimiz texnologiya fənnində qrafikadır. Deməli, bu nə formalaşdırır bu məzmun xətti şagirddə? Deməli, hər bir məlumatı hazırlayarkən ilk növbədə nə edirik? Onun eskizini çəkirik, sxemini çəkirik, çertyojunu çəkirik, ümumilikdə, yəni qrafik təsvirini veririk, texniki təsvirini veririk, təlimat xəritəsini çəkirik. Yəni, bütün bunları eləmək lazım gəlir. Bir məlumat hazırlayırıqsa, onun eskizini qura bilərik, ya çertyojunu qura bilərik. Yəni, bu bacarıqları formalaşdırır şagirddə. İndi bir də refleksiya eləyək. Deməli, texnologiya fənninin 4 məzmun xətti oldu. Emal texnologiyası, texnika elementləri, məişət mədəniyyəti, bir də qrafika. Bütün bunlar haqqında da məlumat verdim. İnşallah ki, müsahibədə gözəl cavablar verərsiniz.